Fikir verirsiniz dünyada nə baş verir ümumiyyətlə. Xahiş edirəm ki, bəsirətli olun, diqqətli olun, gənclərə deyirəm. Baxın, görün dünyada nə baş verir. Oxuyun, mütaliə eləyin, xəbərləri izləyin, təhlil edin. Başınızı qaldırın, baxın ki, dünyada nə proseslər gedir, nə baş verir. Əgər təhlil etsəz, görməmiş olmazsınız. Görərsiniz ki, bugünkü gündə dinlə mübarizə adına nəsə varsa, Allah vəlisini hədəf alıb. Dinlə mübarizə yəni bu. Dinlə mübarizə bugün aparırlar. Nə ilə mübarizə aparırlar? Namazı ilə yox. Orucu ilə yox. Dinlə mübarizə aparırlar böyük dövlətlər. Planlar qururlar dünyada dinə qarşı, din əleyhinə. Siz diqqətlə baxın, görün nəyi hədəf alırlar. Dinlə mübarizə yəni nə? Dinlə mübarizə yəni Allahın övliyalarını hədəf alıblar. Onlarsız din istəyirlər. Onlardan dini ayırıb cəmaata o dini vermək istəyirlər. Gedin başınızı qatın o dindən. Bunlar belə çatdırır, özləri də cərəyanlar yaradıblar, təkvirsiz cərəyanlar. Adlarını da bilirsiniz, onlar yaradıblar. Onlar dəstək verirlər. Əvvəldən onlar da müəllifi bu layihənin. Yaradıblar. Nə deyirlər? Peyğəmbər gəldi, dini çatdırdı və salam çıxdı, getdi. Qutardı Peyğəmbər, bitdi. İndi onun qəbrini də dağıtmaq lazımdır. Onun şəxsiyyətinə bir ehtiramın, hörmətin, hörmət eləməməyin bir mənası yoxdur. Onlar qüdrət tapan kimi nədən başladılar? Bəqidə imamların qəbrini dağıtmaqdan başladılar. Biz həcc ziyarətində olanda mənə üzbəüz dedi orada olan xidmətçilərdən biri. Dedi ki, gücümüz çatsa, inşallah müsəlmanlar yetişkinləşsə, kamilləşsə, biz, bax mənə dediyi sözdür, Peyğəmbərin də qəbrini inşallah dağıdacaq. Bunu dedi. Bunu müncür adlarla eləyir, şirk adı ilə, nəmnə adı ilə, amma başa düşün ki, niyə bu qədər buna təkid edirlər və niyə bunu deyənlərə dəstək verirlər, o böyüklər? Niyə bunu deyənlərə dəstək verirlər? Çünki din budur, bunu dindən ayırsan, heç nə, ruhsuz bədəndir, ver cəmaatı oyuncaq kimi başını qatsınlar, o dindən heç bir xeyir yoxdur heç kəsə. Amma bir dənə biz ki, biz deyirik ki, din yəni Allahın vəlisinə münasibət. Onun vasitəsilə Allaha bağlanmaq. Biz o silsiləni tanıyırıq. Peyğəmbər idi, o silsilənin başçısı, davamlı 12 dənə imam indiyəcən davam eləyir, sonuncusuna qədər. Sonuncusu sağdır və bu gün də onun başına toplaşmaq lazımdır, ona yardım edilməlidir. Bunu deyən təkcə bizik. Ona görə böyük qüdrətlərin hamısı gücünü səfərbər eləyib bizə qarşı. Çünki bu sözü deyən bizik. Biz o ipi itirməmişik. Bu məclis onun bir təzahürü. Biz əl çəkmirik, deyirik ki, yox, din bunsuz din deyil, budur, dinin mehvəri budur. Allah Quranında buyurur ki, mən dini göndərmişəm, görüm kim buna kömək eləyəcək, kim eləməyəcək. Bunu mən dindən necə atım çıxardım? Din gətirdi, dedi, Allah rəhmət eləsin, bitdi onun işi. Bugün düşmənin əsas hədəfi dinin bu hissəsidir. Allah din göndərib, görüm övliyaya kim kömək eləyəcək, övliyanı hədəf alır. Övliyanı dindən çıxardır, deyir, get nə qədər namaz qılırsan, qıl belin büklənə qədər. Get dolan fırfıra kimi Kəbənin başına. Bütün günü fırran orada. Nə faydası? Nə mənası? 1400 il Peyğəmbər başını qoyandan, hətta sağlığından planı çəkilib və icra olunmaqdadır. Nədir dava? Dava budur ki, Peyğəmbərin və onun vəsilərinin rolunu, missiyasını dindən çıxardıb kənara qoymaq. Bir dənə biz bunun qarşısında dayanmışıq. 1400 ildir dayanmışıq. Əvvəldən elə biz dayanmışıq. Bizdən başqa heç kəs yoxdur meydanda. Məhərrəm əzadarlığı onun qarşısında dayanmaqdır. İmkan vermərik ki, İmam Hüseyin unudulsun. Allahın höccəti öldürülsün, sonra yaddan çıxsın. Əyyam-ı Fatimiyyə onun təzahürüdür. Biz sinəmizi sipər eləmişik ki, biz buna imkan vermərik. Bir dənə bizim məktəb. Peyğəmbəri götür dindən, əlini götür dindən, onların məntiqi buydu. Sonra hökümranlıq elə, rahat, əlin qolun açılsın. Namazın qılır, qoy qılsın, günə 1000 rükət qılsın. Nə qədər qılır, qılsın. Əsas dava əvvəldən Peyğəmbər və övliyalarladır. Fikir verirsiniz sən Allah. Kitab nazil olandan, Quran nazil olandan, Qurana iman gətirmək asan idi. Problem Peyğəmbərə itayətdə idi. Hamısı dedi, kitab bizə bəsdir, kitab bizə bəsdir. Şeytanın nə gözəl hiləsi idi bu. Gözəl dırnaqarası deyirəm. Özü üçün yaxşı. Hamısı bunsuz dinə razı idilər olar.